Herkese salam, kanalıma hoş geldiniz. Tam da mövsüm ikən gaval turşusunun hazırlanmasını sizinlə bölüşürəm. Əvvəlcə içliyi hazırlayırıq. Bunun için bizə sarımsaq lazımdır. Sarımsağın da asan təmizlənmə qaydası onu bir neçə dəqiqə suda gözlətməkdir. Əgər sarımsaqları biraz suda saxlasanız, onda qabığından daha tez ayrılacaq. Sarımsaqların da hər birini soyduqdan sonra rəndənin böyük gözündən rəndələyirik. Bəzi reseptlərdə sarımsağı əzib istifadə də edirlər. Məncə o halda hazırladıqda içərisinə suyu tökərkən sarımsaqlar çölə çıxır. Ona görə də rəndələməyinizi məsləhət görərdim. Gaval turşusunun hazırlanmasının ikinci vacib məqamı isə içliyin içərisinə nanə ilə yaşı cəfəri də əlavə etməyimdir. Çünki həm nanə, həm sarımsaq hər ikisi olarsa içlik daha acı olur. Ona görə də nə qədər nanə istifadə edirəmsə, eyni ölçüdə də cəfəri əlavə edirəm. Daha sonra bir çay qaşığı dolu olmayan duzu da əlavə etdikdən sonra içliyi qarışdırıram. Yuyub təmizlədiyimiz gavalları elə gavalının üzərində olan xət hissədən kəsib tumunu çıxardırıq. Digər tərəfdən kəssəniz qırılacaq və içərisində içlik qalmayacaq. Turşunuzun daha xırtıltılı alınmağını istəyirsinizsə, bərk gavalları seçməyə diqqət göstərin. Hazırladığımız içliyi tumunu çıxarmış gavalların içərisinə qoyuruq. Elə tumun çıxarıldığı genişlikdə qoymağımız kifayət edir. Əgər bu tip videoların gəlməyini istəyirsinizsə, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Bu qayda ilə tumunu çıxardığımız hər bir gavalın içərisinə göstərdiyim ölçüdə içliyi qoyuruq. Gavalların tumunu çıxararkən diqqət edin ki, çox əzilməsinlər. Öncədən steril etdiyimiz bankalara sıx şəkildə əlimizlə və yaxud pensillə sıx formada yığırıq. Gavalları sıx yığmamıza səbəb üzərinə suyu tökərkən boşluğun yaranmamasıdır. Həm də ona görə sıx yığırıq ki, içərisindəki içliklər boşalıb çıxmasın. Sıx formada yığdıqdan sonra artıq turşumuzun suyunu hazırlaya bilərik. Bu sıxlıqda yığsanız kifayətdir. Göstərəcəyim su tərkibi ilə qışa rahatlıqla saxlaya bilərsiniz. Bankaların hər birini sıx şəkildə doldurduqdan sonra içərisi üçün lazım olan suyu hazırlayırıq. Mən suyun hazırlanmasında əsas sirkədən istifadə edirəm. Bu sirkə isə üzüm sirkəsidir. Göstərəcəyim hər banka ölçüsü üçün bu qədər ölçüdə sirkə tökürəm. 700, 800 və 900 qramlıq bankalar üçün yarım stəkan ölçüdə sirkə bəs edəcək. Və hər banka üçün bir dolu çay qaşığı böyük duzdan istifadə edirəm. Bir yüngül çay qaşığı da şəkər tozundan istifadə edirəm. Şəkər tozunun və duzun sirkənin içərisinə həll olması üçün yaxşıca qarışdırıram. Tam həll olunduqdan sonra elə həmin miqdarda da bankaların üzərinə əlavə edirəm. Tam miqdar bu göstərdiyim stəkan ölçüsündədir. Bu qayda ilə bankanın üzərinə əvvəlcə soyuq şəkildə sirkəli, duzlu və şəkər tozlu qarışımımızı əlavə edirik. Üzərinə isə qaynaya-qaynaya suyumuzu tökürük. Təbii ki, bankalar və qapaqdan öncədən steril edilir və soyuyana dək bu şəkildə saxlanılır. Hazırlayan və həftəsən nüsas. Videomu bəyənməyi və abunə olmağı unutmayın. Hər birimizin ruzisi bol və bərəkətli olsun.